bugünkü mövzumuz dedik ki, inkişaf sahələrinin xarakteristikası olacaq və sual-cavab təşkil edəcəm. Öyrənməyə vermişdim. Şirin qardaşlar yazılan müəllimə, buradasınız. Adınız necə oldu? Salam müəllimə. Adım Şəfa müəllimədir. Aha, Şəfa müəllimə. Neçə inkişaf sahəsi var müəllimə? 4 inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakin inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf sahəsi. Aha, bəli, bəli. Bəs müəllimə, hansı inkişaf sahəsində bir növ uşaqlarda tənqidi, yaradıcı, məntiqi təfəkkürün inkişafı təmin edilir? İdraki inkişafdır. Aha. Bəs hansında bir növ məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq qaydaları formalaşır? Və yaradıcı inkişaf. Necə? Estetik və yaradıcı inkişaf. Yox, müəllimə, yox. Deyirəm ki, məişətdə ehtiyatlı. Yerdən Fiziki kimsə inkişaf. qeyd eləməsin. Aha, bəli, fiziki inkişaf. Hər müəllimə öz yerinə cavab yazsın. Aha. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bəs müəllimə, hansında bir növ digər insanların mövqeyini qəbul etmə bacarığı formalaşır? Hansı inkişaf sahəsində? Estetik və yaradıcı inkişaf. Bəli, inkişaf. Aha, bəs hansı inkişaf sahəsidir ki, orada kollektivdə davranma qaydaları formalaşır? Sosial-emosional inkişaf. Bəli, sosial-emosional inkişaf sahəsi. Bəs müəllimə, məntiqi və riyazi təfəkkürün inkişafı məşğələsi hansı inkişaf sahəsində yer alır? İdraki inkişafdır. Aha, bəs təsviri fəaliyyət? Estetik və yaradıcı inkişaf. Aha, bəli, estetik və yaradıcı inkişaf. Bəs müəllimə, digər mövzuları öyrənmişdiniz keçən dəfəki? Hansı idi müəllimə? Mən qoşulmamışdım. Hüquq və vəzifələr, daha sonra ilkin anlayışlar. Məlumatlısınız? Təhsil verən hüquq vəzifəsi. Bəli, bəli. Bəli. Aha, onda sizə sual verim də oradan. Bəs müəllimə, ilkin anlayışlar haqqında məlumatınız var? Necə? Yəni belə deyək də, tərbiyəçi müəllim kimdir, dayə, defektoloq. Məlumatınız yoxdur, yoxsa? Var. Aha. Dayə kimdir müəllimə? Dayə uşağa baxanda nəzarət eləyər, yəni geyiminə, yeməyinə hazırlamaq, belə yetişdirmək kömək eləyər. Bəli, uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsdir. Bəs dayə ali təhsil olmalıdır, yoxsa orta təhsilli də ola bilər? Orta təhsilli də ola bilər. Yox, müəllimə, ali təhsilli olmalıdır. Dayə yox, səhv saldım. Mən əslində logoped deməli idim. Hə, logoped mütləq ali təhsilli olmalıdır, amma dayə həm orta təhsilli ola bilər, həm də ali təhsilli, üzr sayın. Aha, bəs müəllimə. O şey 11-ci ildən yəni qurtardı, orta təhsildə yəni. Hə, bəli. Diplom yoxdur, amma qaldım. Hə. Bəs müəllimə, hüquq nədir, vəzifə nədir? Nə başa düşürsüz? Bu anlayışları necə fərqləndirərsiniz? Hüquq istəsək edərik, istəsək etməliyik, amma vəzifə borcumuzu mütləq eləməliyik. Aha, Boynumuzun borcu. Bəli. Bir növ vəzifə bizdən tələb olunandır. Yəni biz bunu mütləq icra etməliyik, məcburidir. Amma hüquq bizim tələb edəcəyimiz haqqımızdır bir növ. Hüquqdakı, yəni bir növ sərbəstlik, müstəqillik tələb eləyir, amma vəzifə mütləq icra olunmalıdır. Aha. Bəs müəllimə, qanuni nümayəndələr kimlərdir? Valideyn və qəyyumluğu olan şəxs. Deyirəm ki, dərs zamanı, dərs prosesini izah edən zaman video slaydlar gətirirəm dərsə. Bu zaman hansı prinsipin tələbini qoruyuram? Yönümlülük. Necə? Tələb yönümlülük. Yox, müəllimə. Əyanilik. Uşaq yönümlülük. Video slaydlar və müasir texnologiyalar hamısı oradaydı. Bildim, müəllimə. Biz dedik ki, dərsi daha maraqlı, daha cəlbedici təşkil etməliyiksə, videolardan, daha sonra şəkillərdən, illüstrasiyalardan istifadə edərək biz həmçinin əyanilikdə də istifadə edirdik. Amma yəni bir növ uşaqların marağını nəzərə alırıq biz burada. Ona görə də uşaq yönümlülük olur. Marağına uyğun dərs təşkil etməliyik. Projektdən istifadə edirik, uşaq orada görüntülü öyrənildi. Bu tələb yönümlülükdür. Tələb yönümlülükdə bəli, İKT-dən, yenilikdən, müasir metodlardan istifadə edirdik. Amma biz demişdik ki, VAKO-dan hansı prinsipdə istifadə edirdik müəllimə?
Necə? Uşaq yönümlülükdə. Bəli, ona görə də Vako da dedi ki, bu vizualdır. Yəni əyani gözümüzlə gördüyümüz audialdır. K kinestetik, o isə oxuyub yazmadır. Yəni bir növ savad təlimidir. Yəni biz burada da deyirik ki, video slaydlardır. Yəni bir növ gözümüzlə gördüyümüzdə vizual olaraq. Ona görə də uşaq yönümlülük olur müəllimə. Bəli, başa düşdüm müəllimə. Bəs müəllimə, deyirəm ki, planımda çevik dəyişiklik etmirəmsə, hansı prinsipin tələbini pozuram? İnkişaf yönümlülük. Necə? İnkişaf yönümlülük. Aha, neçə didaktik prinsip oldu müəllimə? 9. Bəli, hansılardır? Uşaq yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, inteqrativlik, varislik, dünyəvilik, Azərbaycançılıq. Başqa nəsə qaldıq? Bəs müəllimə, siz mənə qeyd eləyin, defektolog kimdir? Defektolog uşaqda əqli geriliyi olan, uşaqlarda məşğul olan şəxsdir. Problemi olan uşaqlarda məşğul olur. Aha, bəs defektolog orta təhsilli ola bilərmi? Ali təhsilli olmalıdır. Bəli, mütləq ali təhsilli olmalıdır. Aha, daha sonra siz mənə qeyd edin. İldə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək. Bu kimin vəzifəsidir? Təhsil verənin vəzifəsi. Aha, tərbiyəçi müəllimin vəzifəsidir. Daxili intizam qaydalarına əməl etmək. Uşağın vəzifəsidir, təhsil alan. Yox, müəllimə. Onda deyil bir vəzifə var idi müəllimə. Uşaqda yeni qaydaya əsasını uşağın vəzifəsi yoxdur müəllimə, uşağın hüququ var. O müəllimə deyir ki, yəni vəzifəsi var daha yeni nizamnamədə var bu. Ona görə. Yəni əsasən biz uşağın hüquqlarını götürürük. Daxili intizam qaydalarına əməl etmək valideynin vəzifəsidir müəllimə. Daha sonra siz mənə nəyi qeyd edin? Deyirəm ki, müəllimə, təbiətə və insanlara qarşı həssas münasibət nümayiş etdirir. Sizcə bu məktəbə qədər təhsilin məqsədinə yoxsa məzmununa daxildir? Məncə məzmununa daxildir. Bəli. Bəs məktəbə qədər təhsilin məqsədinə nələr daxildir müəllimə? Uşağı inkişaf elətdirmək. Yox, 3 əsas məqsədimiz vardı müəllimə qanunvericilikdə. Aha, Azərbaycan Respublikasının qanunvericiliyində 3 əsas məqsəd var idi. Hansıları idi? Müəllimə deyə bilərəm mən. Aha, buyurun müəllimə. Burada uşaqların hüququnu təmin etməkdən, məktəbəqədər təhsil müəssisəsi işçilərinin hüquq və vəzifələrini müəyyən etməkdən, bir də təhsilin belə deyək də müasir tələblərə uyğun, yəni təşkilini. Aha, bəli. Yəni belə deyək də, 3 əsas məqsədimiz oldu müəllimə. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqlarını təmin etmək, daha sonra belə deyək də, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, bir də məktəbəqədər təhsilin müasir belə deyək standartlara uyğun, müasir tələblərə uyğun, yəni bir növ tələb yönümlülük prinsipi ilə uzlaşır, uyğun olaraq təşkili idi. Bəs müəllimə, mən elektron lövhədən istifadə etmirəmsə, hansı prinsip pozuram? Tələb yönümlülük. Hər öz yerinə cavab versin. Bəli, tələb yönümlülük. Çox sağ olun müəllimə. Oldu mənim, sağ olun. Daha sonra Günay müəllimə. Oxumusunuz müəllimə, salam. Müəllimə, ilk dərsi mən qoşulan. Hə, yəni oxumamısınız. Tezlik cavablandıra bilərəm. Məlumatınız var? Bəli, bəli. Hansı mövzuları bilirsiniz? Yəni İnkişaf sahələrini vermişdim. Daha sonra ondan öncə hüquq və vəzifələr keçmişdim. İlkin anlayışlar keçmişdim. Məqsəd, vəzifələr. Qarışıq verin, cavablandıraram. Yaxşı müəllimə. Siz mənə qeyd edin, tərbiyəçi müəllimin hüquqlarına nələr daxildir? Hüquqlarımız. Aha. Biraz onlarda qarışıqlıq yaranır məndə. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? İnklüzivlik nədir müəllimə? Bütün uşaqların bir yerdə təhsil almasıdır da müəllimə. Aha,
yəni istər sağlam, istərsə də bir növ əlilliyi olan uşaqların birgə təhsilə cəlb olunmasıdır. Bəs müəllimə, təhsil proqramı, kurikulum dedikdə, bura nələr daxildir, nələrə əhatə eləyir? Dövlətin verdiyi standartlara uyğun təhsildir. Aha, yəni kurikulumda nələr əks olunur müəllimə? Bəs müəllimə, siz mənə qeyd edin, qanuni nümayəndələr kimlərdir? Valideynlər və övladlığa götürülən şəxslər. Aha, qəyyumlar, övladlığa götürənlər və valideynlər. Aha. Bəs müəllimə, innovasiya nədir? İnnovasiya yenilik deməkdir müəllimə. Yenilik deməkdir. Siz mənə qeyd edin, məktəbə qədər təhsil müəssisəsinin, yəni bir növ necə deyək, məktəbə qədər təhsil müəssisəsinin növlərinə nələr daxildir? 4 növ var idi. Kim qeyd eləyə bilər? Məktəbə qədər təhsil müəssisəsinin növləri hansıları idi müəllimələr? Körpələr evi, uşaq bağçası, uşaq bağçası. Aha, daha sonra? Bir də xüsusi uşaq bağçası. İçmələr. Yox. Düz qeyd eləmədiniz. Mən deyə bilərəm. Aha, buyurun. Körpələr evidir, körpələr evi uşaq bağçası, sonra uşaq bağçası, bir də uşaq evləridir. Bəli, müəllimə, düz qeyd elədiniz. Aha, daha sonra siz mənə qeyd eləyin, Günay müəllimə. Bir növ müəllimə, müəyyən olmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin olunmaq. Bu kimin hüququdur? Uşaqların hüququdur müəllimə. Aha, bəli. Bəs müəllimə, təhsil prosesinin iştirakçıları dedikdə bura kimlər daxildir? Müəllimə, necə sualı bir də deyərsiniz? Deyirəm ki, müəllimə, məktəbə qədər təhsil prosesinin iştirakçıları dedikdə bura kimlər daxildir? Uşaqlar daxildir də müəllimə. Başqa. Təhsil alanlar. Başqa müəllimə. Kim qeyd eləyə bilər? Tərbiyəçi müəllimlər, metodist müəllimlər. Aha, buyurun Çiçək müəllimə. Aha, bir müəllimə cavablandırsın. Çiçək müəllimə qeyd eləyin. Salam müəllim, axşam istəyirəm. Məndə sual nə oldu? Yadımdan çıxdı. Deyirəm ki, müəllimə, məktəbə qədər təhsil prosesinin iştirakçıları dedikdə bura kimlər daxildir? Müəllimə, uşaqlar daxildir. Bütün pedaqoji kollektivdir. Müdir, metodist, logoped, Aha, bəli. dayalar, tərbiyəçilər, Bəli, bütün bəli. pedaqoji bağçada işləyənlərin hamısı bura daxildir. Aha, yəni təsisçilər, təhsil alanlar, Bəli, daha sonra bəli, təhsil bəli, müəssisəsinin təhsil rəhbəridir, verənlər. təhsil verənlərdir. Müdürədir, bəli. Aha, bəli. Digər işçilərdir, yəni işçi heyəti, tibbi işçilər, texniki işçilər, valideynlər, digər qanuni nümayəndələri, bəli, bəli. Daha sonra təhsili idarə etmə orqanları və bələdiyyələr daxildir. Aha, bəs müəllimə, siz mənə qeyd edin, Günay müəllimə. Övladı üçün məktəbə qədər təhsil müəssisəsi seçmək. Valideynin hüququdur. Aha, bəli. Bəs övladını bir növ Azərbaycan xalqının adət-ənənələrinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək. Valideynin vəzifəsidir. Aha, çox sağ olun müəllimə. Sağ olun. Daha sonra kifayət müəllimə. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Adınız kifayət oldu müəllimə? Bəli, bəli. Aha. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Təhsilin bir növ belə deyək də, siz mənə qeyd eləyin nəyi? Təlimin məzmunu dedikdə nə başa düşürsüz müəllimə? Təlimin məzmunu dedikdə, Aha. əvvəlcədən müəyyənləşdirilmiş təlim. Yox müəllimə. Təlimin məzmunu. Kim qeyd eləyə bilər? Uşağın bilik bacarığı.
Yox, Şəxsiyyət müəllimə. yönümlülük prinsipi müəllimə. Yox, müəllimə. Təlimin məzmununu dedikdə nə başa düşürsüz? Məzmun standartları müəllimə. Yox, müəllimə. Məktəbə qədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələr. Davamlı inkişafı təmin etmək. Yox, müəllimə, belə deyək də, təlimin məzmunu dedikdə uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə olunan təlim nəticələrinin məcmusudur. Bunu soruşurdum müəllimələr. Aha. Bəs müəllimə, tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim təhsil verəndir. Aha. Nə deyə bilərsiniz bu barədə? Təhsil verməkdən başqa nə edir müəllimə? Müəllim tərbiyə, Aha, bəli. uşaqları Uşaqların hərtərəfli proqramı. mühitdən qorumaq. Bəli, yəni uşaqların bir növ hər tərəfli şəkildə inkişafını təmin edən, onların qayğısına qalan, onlara bilik, bacarıq, vərdişlər formalaşdırandır. Aha, bəs tərbiyəçi müəllim ali təhsilli olmalıdır, yoxsa orta ixtisas təhsilli? Orta ixtisasda olar. Yəni Həm ali, həm də orta ixtisas təhsilli ola bilər. Aha, məktəbə qədər təhsildə bəs qiymətləndirmə dedikdə nə başa düşürsüz? qiymətləndirmə 3 növdə aparılır. Deyim müəllimə hansılarda? Yox müəllimə, qiymətləndirmə dedikdə nə başa düşürsüz? Yəni növlərini soruşuram. İlkin qiymətləndirmədir də. Belə başa düşür. Bəs Olar müəllimə. deyim. Buyurun müəllimə. Məktəbə qədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin mənimsənilmiş biliklərin gündəlik həyatla tətbiq etmə bacarığı əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir. Yəni bir növ qiymətləndirmə dedikdə biz uşağın inkişafını bir növ dəyərləndiririk də, mütəmadi qeydlər apararaq uşağın inkişafını bir növ dəyərləndiririk. Bəs məktəbə qədər təhsildə qiymətləndirmə dedikdə kifayət müəllimə, sizcə bu didaktik prinsiplərlə hansı ilə eynilik təşkil edir? Qiymətləndirməni hansı didaktik prinsipdə aparırıq? Aha. İnkişaf yönümlülükdə müəllimə. Müəllimə yerdən deməyin də. Üzr istəyirəm. Bəli, inkişaf yönümlülük. Hər müəllimə öz yerinə cavab versin. Aha, bəs müəllimə, məktəbə qədər təhsilin dövlət standartı dedikdə nə başa düşürsüz? Dövlət standartı dedikdə Dövlətin verdiyi bir növ tələb bizə minimal olmalıdır, yoxsa maksimal? maksimal olmalıdır. Yox, müəllimə, maksimal ola bilməz axı, minimal olmalıdır. Yəni bacara bildiyimiz qədər. Maksimal ola bilməz müəllimə. Bəs müəllimə, logoped kimdir? Logoped uşaqlarla, elə bir nitq qüsurlu uşaqlarla məşğul olan. Aha. Bəs müəllimə, deyirəm ki, uşağa dərs keçirəm, amma onun yaşına, anlaq səviyyəsinə uyğun deyil. Bəli. Aha. Hansı Yaşına, prinsip pozulur? Şəxsiyyət yönümlülük. Yox müəllimə, uşağın yaşına uyğun deyil. Varislik. Yerdən qeyd eləməyin də, dedim axı. Deyə bilərəm müəllim. Olar deyim. Aha, varislikdir, bəli. Amma yerdən qeyd eləməsin heç kəs. Hər müəllimə öz yerinə cavab versin. Yəni cavab verə bilmədiyi halda mən deyəcəm, qeyd eləyərsiniz. Aha. Bəs müəllimə, hansı inkişaf sahəsində bir növ uşaqlarda induksiya, deduksiya, sintez, analiz formalaşır? Burada idrak. Bəli, idrak. Bəs hansında bir növ uşaqların sağlamlığı təmin edilir? İskiniz inkişaf, sağlamlıq və təhlükəsizlik. Aha, bəli. Kollektivdə davranma qaydaları hansı inkişaf sahəsində formalaşır? Emosional. Bəli, çox sağ olun müəllimə. Oldu, çox sağ olun. Sağ olun. Daha sonra Əhməd Vəliyev yazılan müəllimə. Aha, Əhməd Vəliyev yazılan müəllimə, buradasınız.
Daha sonra burdasınız müəllimə. Yoxdur müəllimə. Çiçək Bəli, Əhmədov. müəllim, axşamınız xeyir. Aha, axşamınız xeyir. Adınız necə oldu müəllimə? Mənim Aytən müəllimə. Aha, Aytən müəllimə, siz mənə qeyd edin. Metodist kimdir? Mənim uşağa Aha. mənim yadımda deyil, tərifini deyə bilmirəm. Bəs müəllimə, bir növ siz mənə qeyd edin. İcma əsaslı təlim qrupu nədir? Mənim ödənişli 3 yaşından sonra təşkil olunan məktəbə qədər yaşlı uşaqların ödənişli təlim qrupu. Yəni bir növ valideynlərin istəyi əsasında təşkil edilən ödənişli təlim qrupudur. Aha. Mən elektron lövhədən istifadə etmirəmsə, hansı prinsip pozuram müəllimə? Tələb yönümlülük. Aha, bəli, tələb yönümlülük. Daha sonra siz mənə qeyd edin. Məktəbə qədər təlim dedikdə nə başa düşürsüz? Məktəbə qədər təlim. Aha. Məktəbə qədər təlim. Uşaqların təlim. Yaxşı müəllimə, siz mənə qeyd edin. Sağlamlıq imkanı məhdud uşaq dedikdə, bura hansı tip uşaqlar, hansı kateqoriyadan olan uşaqlar daxildir? Sağlamlıq imkanları məhdud olan uşaqlar. Aha, hansı Xüsusi uşaqlar? qayğıya ehtiyacı olan. Aha, bəli, hansı uşaqlardır misal üçün? Autizm, Aha, Down sindromlu, bəli, nitq ləngiməsi olan, nitq bir növ əqli fiziki ləngiməsi cəhətdən olan. çatışmazlığı olan uşaqlar daxildir. Aha. Bəli. Bəs müəllimə, deyirəm ki, uşaqlara çalışın ki, dərsə gələn zaman hicab taxın gəlin. Hansı prinsip pozuram? Mənim dünyəvilik. Bəli, dünyəvilik. Deyirəm ki, Gülnar yoldaşları ilə daim yerdən yazmayım müəllimə. Gülnar yoldaşları ilə deyirəm daim dalaşır, yola getmir, aqressivdir. Sizcə Gülnarda hansı prinsip formalaşmayıb? Sosial emosional. Prinsip müəllimə. Prinsip. Hı. Əməkdaşlıq. Yox, ay müəllimə. Didaktik prinsiplərdən. Didaktik prinsiplərdən. Hansı prinsip ola bilər? Yola get. Şəxsiyyət yönümlülük. Bəli, şəxsiyyət yönümlülük. Bəs müəllimə, diaqnostik qiymətləndirmə aparmaq hansı prinsipdə əks olunur? İlkin qiymətləndirmə aparmaq. Uşaq yönümlülük mü? Bəli, uşaq yönümlülük. Aha, daha sonra siz mənə qeyd edin. Məktəbə qədər təhsilin məqsədinə nələr daxildir? Dedik ki, 3 əsas məqsədimiz var. Onlar yadımda qalmır. Oxusam da yadımda qalmır. Aha. Deyirəm ki, müəllimə, bir növ uşaqları muzeyə, tarixi abidələrə aparıram. Bu zaman hansı prinsipi qoruyuram? Azərbaycançılıq. Yox. Şəxsiyyət yönümlülük. Bəli, şəxsiyyət yönümlülüyü nəyə əsasən müəllimə? Onlarda Çünki milli bəşəri dəyərlər formalaşdırılır. Milli bəşəri dəyərlər formalaşır. Aha, bəli, şəxsiyyət yönümlülük prinsipi dedik ki, 4 faktordan ibarət. Hansılardır müəllimə? Ünsiyyətdir, kiçik motor. Aha, motor bacarıqları, daha sonra motor bacarıqları, ünsiyyət motor bacarıqları, bir də motor bacarıqları, idrak, ünsiyyət, milli bəşəri dəyərlər və psixomotor bacarıqları. Aha, daxili intizam qaydalarına əməl etmək kimin vəzifəsidir? Daxili intizam qaydaları mənim şagirdlərim. Valideynin müəllimə, valideynin. Valideynlərim. Deyirəm ki, bir növ belə deyək, yeməkxanada növbətçilik bacarığı nümayiş etdirir uşaq. Hansı inkişaf sahəsi formalaşıb? Növbətçilik. Növbətçilik bacarığı formalaşıbsa, hansı inkişaf sahəsidir müəllimə? O da şəxsiyyət yönümlülük. İnkişaf sahəsi müəllimə. Deyim müəllimə.
Yox. Növbətçilik. Neçə inkişaf sahəsi var müəllimə? Bəli, 4 inkişaf sahəsi var. Hansılarda? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik yaradıcı, sosial emosional inkişaf. Aha, indi deyirəm ki, uşaq yeməkxanada növbətçilik bacarığı nümayiş etdirir. Hansı inkişaf sahəsi formalaşıb? Növbətçilik. Sosial emosional. Yox. Kim qeyd eləyər? Deyim müəllimə. Mən deyim. Yerdən yazmayın müəllimələr. Mən deyim. Aha, deyin Sevinç müəllimə. Fiziki inkişaf və sağlamlıq. Xeyr. Estetik yaradıcılıq. Estetik və yaradıcı. Növbətçilik bacarığı deyirəmsə, estetik və yaradıcı. Fiziki ola bilməz heç cür. Aha, daha sonra adınız necə oldu? Əhməd yazılan müəllimə. Bəli, Aytən müəllim. Aha, Aytən müəllimə, siz mənə nəyi qeyd eləyin? Deyirəm ki, danışığında 3-4 sözdən ibarət cümlə qurur. Hansı inkişaf sahəsi formalaşıb? İdraki inkişaf. Bəli. Daha sonra gün rejiminə hansı inkişaf sahəsində riayət edilir? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Aha. Özünə xidmət əməyi hansı inkişaf sahəsində formalaşır? Özünə xidmət əməyi yenə Səsi fiziki bağlayın inkişaf, müəllimə. sağlamlıq. Günay müəllimə, səsi bağlayın. Necə müəllimə? Mən fiziki inkişafda. Bəli, fiziki inkişafda. Aha, desəm ki, məişət təsərrüfat əməyi, təbiətdə əmək, əl əmək, bunlar hansı inkişaf sahəsində yer alır? Estetik yaradıcı. Yox, aha, bəli, estetik yaradıcı. Bəs müəllimə, defektolog kimdir? Uşaqların əqli, fiziki çatışmamazlığını korrekt edən şəxs. Bəli, çox sağ olun müəllimə. Sağ olun. Daha sonra kim var sırada? Aytəkin müəllimə. Mən olar müəllimə sual cavab eləyəsiz. Aha, sırayla sual cavab eləyirəm müəllimə. Kim sual cavabda iştirak eləmək istəyirsə əlinizi qaldırın. Deməli Aytəkin müəllimə, Aytəkin Şabanova. Bəli, salam. Salam, adınız necə olur müəllimə? Aytəkin. Aha, Aytəkin müəllimə, siz mənə qeyd edin. İnnovasiya dedikdə nə başa düşürsüz? İnnovasiya yenilik deməkdir, yenilik. Bəs müəllimə, biz yenilikdən, innovasiyadan hansı didaktik prinsipdə istifadə edirik? Tələb yönümlülükdə. Bəli, tələb yönümlülükdə. Dövrün tələblərinə uyğun, yəni müasir texnologiyalardan istifadə etmək. Bəli. Bəs müəllimə, siz mənə icma əsaslı təlim qrupu ilə qısa müddətli təlim qrupunun oxşar və fərqli cəhətlərini qeyd eləyərdiniz. Aha, deməli qısa müddətli icma əsaslı təlim qrupları deməli savadlı kadrlar olduğu halda yaradılan bir yerdir. Orada uşaqlar uzun müddət olurlar orada. Həm də pulludur. Amma qısa müddətli təlim qrupları da eynilik təşkil edir. Yalnız burada onun fərqlilikləri odur ki, burada pulsuzdur, bir də qısaldılmış gün rejimi əsasında təşkil olunur. Yəni bir növ icma əsaslı təlim qrupu ödənişlidir, amma qısa müddətli təlim qrupu ödənişsizdir və bir necə deyək, müəyyən dövrə əhatə edir. Uzun müddətli. Bəli. Bəs müəllimə, bir növ uşaq öz hisslərini mimika və jestlərlə bildirir. Sizcə hansı inkişaf sahəsi formalaşır? Sosial emosionaldır da. Sosial emosional. Bəli. Bəs deyirəm ki, uşaq bir növ kollektiv əməkdə iştirak edir. Bu da estetik yaradıcıdır. Yox müəllimə, kollektiv əməkdə iştirak. Kollektiv sosial. Bəli, kollektiv əmək deyirəmsə sosialdır. Aha, bəs müəllimə, özünə xidmət əməyi hansı inkişaf sahəsində formalaşır? Fiziki inkişafdadır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Bəs müəllimə, inkişaf yönümlülük dedikdə nə başa düşürsüz? İnkişaf yönümlülüyü yəni o deməkdir ki, yəqin ki, prinsipi nəzərdə tutursunuz. Burada elə bir ki, uşaqların inkişafının izlənilməsidir burada, onların dəyərləndirilməsidir. Uşaqları yəni inkişafa aparırıq da bir növ. Uşaqları məsələn konstruktiv rəy vermə də buradadır. Uşaqları
irəliyə doğru aparmaydı burada. Bəs müəllimə, siz mənə qeyd edin. Təhsil proqramına, kurikulumuna nələr daxildir, nələri əhatə eləyir? Kurikulum nəyi əhatə eləyir? Kurikulum elə bizim bu əhatə eləyir, bu inkişaf sahələridir, bizim bu standartlardır. Bəli. Hamısı onun içində gedir də. Yəni təhsil proqramı, kurikulum dedikdə bura təlim nəticələri, inkişaf sahələri, daha sonra məzmun standartları, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsidir bir növ. Bəs müəllimə, təhsil proqramı, kurikulum formaldır yoxsa qeyri-formal sənəddir? Sənədlər formaldır da, qeyri-formal. Formaldır da. Bəs müəllimə, siz mənə nəyi qeyd edin? Tərbiyəçi müəllimin hüquqlarına nələr daxildir? Burada hüquq o deməkdir ki, yəni hüquq biz ondan həm istifadə edə bilərik, həm də istifadə edə bilmərik. Məsələn, istəsə istifadə edərik, istəsə eləmərik. Belə bir şeydir. Yəni tərbiyəçi müəllimin hüquqları hansılardır? Bəli. Hüquqları o deməkdir ki, məsələn, istədiyim iş usul formalardan mən təlim zamanı istifadə edə bilərəm. O mənim hüququmdur. İstəsəm gedib ixtisasımı dəyişə bilərəm. O mənim hüququmdur. Mükafatlandırılmadır, təhtif olunmaqdır. Sonra ixtisasımı dəyişməkdir, artırmaq elə bilirəm ki, vəzifələrə aiddir. Məsələn, sertifikasiyadır, məsələn, təlimlərə qoşulmaqdır falandır. Yəni, özümü inkişaf elətdirmək mənim vəzifəmdir. Amma ixtisasımı dəyişmək istəyirəmsə, o mənim hüququmdur. Yəni, ixtisas dəyişmək dedikdə, müəllimə, yəni bura nə daxildir? Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq, daha sonra təhsil prosesinin təşkilində, təhsil layihələrində iştirak etmək, bir növ idarə etmənin təkmilləşməsi ilə bağlı təkliflər irəli sürmək, yəni bizim hüququmuzdur da. Bəs müəllimə, siz mənə nəyi qeyd edin? Deyirəm ki, övladının erkən yaşdan fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq. Valideynin nə idi? Valideynlərin bu vəzifəsidir də. Bəli, valideynin vəzifəsidir. Bəs desəm ki, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq. Müdafiə olunmaq təhsil alanların hüququdur. Amma biz onu əgər təmin ediriksə, bu da təhsil verənin vəzifəsinə aiddir. Biz uşaqları qorumalıyıq hər bir təhlükədən, psixoloji, yəni nə deyirlər ona, psixoloji Bəli. Zorakılıqdan onları qorumalıyıq. Bəli. Amma ki, onu tələb etmək o hüquqdur. Həm müəllimin hüququdur, həm də uşağın hüququdur. Uşağın hüququdur müəllimə, uşağın hüququ. Hə, uşağın hüququdur. Çox sağ olun müəllimə. Çox sağ olun. Daha sonra, xoşdur. Aylin yazılan müəllimə. Bəli müəllimə, salam müəllimə. Salam. Adınız Aylindir müəllimə? Cəmalə adım müəllimə. Cəmalə müəllimə, siz mənə qeyd edin. Deyirəm ki, ödənişsiz tibbi xidmətlərdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə müayinə xidmətlərindən yararlanmaq və çatışmazlıqların korreksiyası üçün psixoloji, tibbi, pedaqoji yardım almaq. Bu kimin hüququdur? Bu təhsil alanların hüququ. Bəli. Bəs desəm ki, təhsil alanların müəyyən edilmiş qaydada təhsil standartları əsasında məktəb təlimini hazırlamaq. Təhsil verənin vəzifəsi. Mükafatlandırılmaq və təltif olunmaq. Təhsil verənin hüququ. Bəli, təhsil verənin hüququ. Bəs desəm ki, bir növ məktəbə qədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək. Bu valideynin vəzifəsidir. Bəli, valideynin vəzifəsidir. Bəs desəm ki, təhsil alanların hüquq və maraqlarını müdafiə etmək. Bu müəllimin, yəni təhsil verənin vəzifəsidir. Yox. Təhsil alanların hüquq və maraqlarını müdafiə etmək. Valideynin hüququ. Valideynin hüququdur. İxtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək, attestasiyadan keçmək. Təhsil verənin vəzifəsi. Bəli, təhsil verənin vəzifəsidir. Bəs müəllimə, məktəbə qədər təhsil proqramı, kurikulumuna nələr daxildir? Kurikuluma inkişaf sahələri, təlim nəticələri, bunlar daxil. Məzmun standartları.
Məzmun Daha standartları, sonra qiymətləndirmə. pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi. Aha. Bəs təlimin məzmunu dedikdə nə başa düşürsüz? Təlimin məzmunu dedikdə müəllim, burada uşaqda inkişaf etdirməli olduğumuz keyfiyyətlər, uşaq şəxsiyyətinin formalaşdırılması Aha, belə yəni başa düşürəm. bir növ uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusudur. Aha. Bəs müəllimə siz mənə qeyd edin. İnklüzivlik və diferensiallıq nədir? Bunlar arasında fərq nədədir? İnklüzivlik sağlamlığından, potensial imkanlarından asılı olmayaraq bütün uşaqların birlikdə təhsil almaq hüququdur. Diferensiallıq dedikdə uşaqlara fərdi yanaşmaq, hərəsinin öyrənməyə olan ehtiyacını qarşılamaq. Hər uşaq fərqli öyrənmə tipinə mənsubdur. Onu bilərək yanaşmaq. Bəli. Deyirəm ki, bəs müəllimə, Nuray deyirəm, ətrafdakılara qarşı aqressiv davranır. Hansı inkişaf sahəsi formalaşmayıb? Sosial-emosional inkişaf sahəsi formalaşır. Bəs əməl bacarıqları nümayiş etdirirsə uşaqlar, hansı inkişaf sahəsi formalaşır? Əmək bacarığı, bəli, estetik yaradıcı. Özünə xidmət varsa, burada fiziki də götürə bilərik. Bəli, özünə xidmət əməyi yalnız və yalnız özünə xidmət əməyi fiziki inkişafdır. Amma digər əmək növləri estetik və yaradıcıdadır. Aha. Bəs desəm ki, uşaq bir növ problemin həllində iştirak edir. Bu sosial-emosional inkişaf. İdrak müəllimə, idrak. Qrup daxili olarsa, bu sosial olar. Aha, bəli. Bəs deyirəm ki, uşaq bir növ rəngləri fərqləndirir. Estetik yaradıcı inkişaf. Bəs desəm ki, rəngləri adlandırır. Adlandırır. Yenə də estetik olmaz müəllimə. Xeyr. Rənglə bağlıdırsa estetik olmalı deyil. Yox. Rəngləri adlandırırsa müəllimə idrakdır. Amma rəngləri fərqləndirirsə, bu artıq estetik və yaradıcıdır. Diqqətli olun. Aha, bəs müəllimə, bədii təfəkkürün inkişafı məşğələsi hansı inkişafa daxildir? İdraki inkişaf. Aha, çox sağ olun. Sağ olun mənim. Daha sonra Anar Ağalarzadə. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Adınız necə oldu? Vahidə. Aha, Vahidə müəllimə. Siz mənə qeyd edin, metodist kimdir müəllimə? Metodist məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssisdir. Aha, bəli. Bəs müəllimə, siz mənə qeyd edin. Deyirəm ki, Fuad məşğələ zamanı qaçarkən yıxılır, ayağı zədələnir. Hansı prinsip formalaşıb sizcə? Formalaşmayıb da, belə deyək. Şəxsiyyət yönümlülük. Aha, bəli. Nəyə əsasən müəllimə? Burada psixomotor hərəkətlər. Bəli, psixomotor. Bəs müəllimə, şəxsiyyət yönümlülük dedik ki, 4 faktordan ibarət oldu. Hansıları oldu? İdrak, ünsiyyət, psixomotor, milli bəşəri dəyərlər. Aha, diferensiallıq nədir müəllimə? Diferensiallıq müəllimə, uşaqların burada elə bil ki, fərdi xüsusiyyətləri, maraq tələbatları, fiziki və əqli inkişaf səviyyələri nəzərə alınır. Aha, bəli müəllimə. Ətraf aləmlə tanışlıq məşğələsi hansı inkişaf sahəsində yer alır? İdraki inkişaf. Aha, bəs fiziki mədəniyyət? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Aha, deyirəm ki, müəllimə, uşaq şəkillərə reaksiya verir. Hansı inkişaf sahəsi formalaşar? Şəkillərə reaksiya verirsə, burada idrak. Xeyr. İdraki inkişaf. Xeyr. Şəkillərə reaksiya verir. Şəkillərə reaksiya verir. Estetik. Estetik. Çünki şəkil deyirəm axı. Bir növ zövq formalaşır. Estetik zövq. Şəkil deyirəm. İdrakda da müəllimə şəkil var. Ona görə bədii təfəkkürdə var axı. Şəkillər. Bildimi? O ayrı müəllimə. Şəkillərə reaksiya veririm. Yəni ona görə də bir növ zövq formalaşır uşaqlarda şəkillərə qarşı. Ona görə estetik və yaradıcıdır. Aha, bir növ uşaq öz arzu, hiss və istəklərini ifadə edirsə, hansı inkişaf sahəsi formalaşar? Emosional. Aha, sosial, İnkişaf. emosional.
Bəs deyirəm ki, birgə oyun qaydalarına uyğun fəaliyyət göstərir. Bu da sosial-emosional inkişaf sahəsi. Aha, əşyaları təyinatına görə istifadə edir. Məsələn, toplardan. Müəyyən Bu əşyalar. Bəli. fiziki inkişaf sağlamlığı keçir. Aha, bəli müəllimə. Bəs müəllimə, siz mənə nə qeyd edin? Məktəbə qədər təhsildə qiymətləndirmə dedikdə nə başa düşürsüz? Qiymətləndirmə deyəndə müəllimə, uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri, nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. Bəli. Bəs müəllimə, məktəbə qədər dövr dedik ki, 2 dövrə ayrılır da, böyük və kiçik məktəbə qədər dövr. Bu yaş aralığı neçə yaş əhatə edir? 1-3, 3-6 yaş. Aha, bəli. Bəs məktəbazlıq neçə yaşlı uşaqlar üçün zəruridir? 5-6 yaş. 5 yaş. Aha. Bəs Beş yaş deyirəm ki, hətta. müəllimə, dərsi ənənəvi formada keçirəm. Hansı prinsip pozuram? Ənənəvi uşaq yönümlülük. Xeyr. Ənənəvi formada. Deməyin müəllimə. yönümlülük. Deməyin, yerdən deməyin. Aha. Ənənəvi formada keçirəmsə, tələb yönümlülüyü pozuram müəllimə, bəli. Aha, yaş kateqoriyasına görə neçə əsas qrup var müəllimə? Hansı qruplar var? Neçə yaş əhatə edir? Birinci kiçik qrup var, 1-2 yaş. İkinci kiçik qrup var, 2-3 yaş. Orta qrup 3-4 yaş. Böyük qrup 4-5 yaş. Məktəbə hazırlıq 5-6 yaş. Aha, bəli. Çox sağ olun müəllimə. Sağ olun. Daha sonra Elmira müəllimə. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Elmiradır adınız müəllimə. Bəli, bəli. Mhm. Mən birinci dəfə qoşuluram. Yaxşı bilmirəm, sadəcə özümü yoxlamaq istəyirəm. Hə, yəni heç məlumatınız yoxdur mövzular barədə, yoxsa necə? Var, yüngül varı var. Hə, yəni sual verə bilərəm də. Bəli, bəli, sual Aha. verin, istəyirəm yoxlayım, görüm necə bilirəm. Bəli, bəli. Deyirəm ki, müəllimə, uşaqlara mən bir növ bitkilər, çiçəklər mövzusunu keçirəm. Daha sonra isə uşaqları həyətyanı sahəyə çıxararaq bitkilərlə, çiçəklərlə tanış edirəm. Hansı prinsipi qoruyuram? Əyanilik, Yox. Didaktik prinsiplərdir müəllimə. didaktik prinsiplərdən, integrativlik, Bəli, inteqrativlik, yəni bir növ əlaqələndirirəm. Aha. Bəs müəllimə, bir növ məktəbə qədər təhsilin vəzifəsində 4 hazırlıq növü əks olunmuşdu. Onlar hansıları idi? Qeyd eləyə bilərsiniz. məktəbə qədər təhsil necə? Məktəbə qədər təhsilin vəzifəsində 4 hazırlıq əks olunmuşdu. Hansıları idi? Vəzifəsində 4. Onu bilmirəm. Kim qeyd eləyə bilər? Müəllimə, mən deyə bilərəm. Aha, buyurun. Şəxsiyyət yönümlü hazırlıq, sonra intellektual hazırlıq, fiziki Aha. hazırlıq, bir də sosial hazırlıqdır, yoxsa Bəli, sosial sosial hazırlıq. hazırlıq. Aha, bunlardır müəllimə. Bəs müəllim Elmira müəllimə, siz mənə qeyd edin. Deyirəm ki, uşaqlar oyun oynamaq istəyir, amma mən deyirəm ki, dərs keçəcəm. Uşaqlar isə dərsə passiv yanaşır. Hansı prinsip pozulur? Uşaq yönümlülük, Bəli, uşaq yönümlülük. Bəs uşağa şeir vermişəm, amma onun fəaliyyətini bir növ qiymətləndirmirəm. Hansı prinsip pozuram? şəxsiyyət yönümlülük məncə. Xeyr. Uşağa şeir vermişəm, amma qiymətləndirmirəm fəaliyyətini. İnkişaf yönümlülük. İnkişaf yönümlülük. Aha. Bəs bir növ uşaqların hüquqlarına hörmət edirəmsə, hansı prinsip formalaşıb məndə? Hüquqlar, şəxsiyyət yönümlülük. Bəli. Bəs mən öz hüquqlarımı bilmirəmsə, hansı formalaşmayıb? Yenə şəxsiyyət yönümlülük. Xeyr. Kim qeyd eləyə bilər? Hüquqlarınızı bilmirsinizsə, hansı prinsip olar? Kim qeyd eləyə Şəxsiyyət bilər? deyil. Mən öz hüquqlarımı bilmirəmsə, hansı formalaşmayıb, hansı prinsip? Müəllimələr qeyd eləyə bilərsiniz? Şəxsiyyət deyilsə hansıdır?
Müəllimə, mən öz hüquqlarıma, daha sonra uşaqların hüquqlarına hörmət edirəmsə, şəxsiyyət yönümlülükdür, düz qeyd elədiniz. Amma hüquqlarımı bilmirəmsə, tələb yönümlülükdür. Yox, hüquqlarımı bilmirəmsə, tələb yönümlülüyü olur. Aha, bəs müəllimə, bir növ belə deyək də, məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyində 3 əsas məqsəd əks olunmuşdu. Hansıları idi müəllimə? Onu da bilmirəm. Mən deyə bilərəm, burada uşaqların hüquqlarını təmin etməkdir burada. Sonra iştirakçıların hüquq və məsələlərini müəyyən etmək. Bir də məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyətini təmin etmək, hüquqlarını təmin etmək. Aha. Bəs Elmira müəllimə, deyirəm ki, uşaqlara dairə ilə ovalı fərqləndirməyi bacarsa, hansı hazırlıq növü formalaşıb? Fərqləndirirsə, hazırlıq növü? Bəli. Ya inkişaf sahələri? Hazırlıq müəllimə, hazırlıq. İdraki inkişaf olduğunu bilirəm, amma hazırlıq növü fərqləndirirsə? Aha, intellektual müəllimə, intellektual. Bəs deyirəm ki, mövzunu keçən zaman mən həm vizual, həm audial, həm də bir növ illüstrasiyalardan istifadə edirəm. Hansı prinsipi qoruyuram? Əyanilik? Yox. Başqa? Hər şey olursa tələb yönümlülük? Xeyr. Deyə bilərəm mənim. Buyurun. Uşaq yönümlülük. Bəli, uşaq yönümlülük. Aha, bəli. Bəli, bəli. Bəs müəllimə, deyirəm ki, qara dərili uşaq gəlib qrupa, amma digər uşaqlar ona gülür, lağa qoyurlar. Hansı prinsip pozulub? Azərbaycançılıq olmaz. Dünyəvilik. Dünyəvilik, bəli. Çox sağ olun müəllimə. Sağ olun. Daha sonra Aysel Qarayeva. Aysel müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Adınız Ayseldir də? Hə? Bəli müəllimə. Aha. Üzr istəyirəm, biraz bilirsin. Eybi yox. Mədəni müxtəlifliyi nəzərə almaq hansı prinsipdə əks olunub? Mədəni müxtəlifliyi nəzərə almaq didaktik prinsiplərdən deyirsiniz müəllimə. Bəli, bəli. Deməli, didaktik prinsiplərdən dünyəvilik? Bəli, dünyəvilik. Uşaq yönümlülük dedikdə nə başa düşürsünüz müəllimə? Uşaq yönümlülük deməli, uşağın elə bir ki, meyil marağının nəzərə alınmasıdır, istedad potensialının reallaşdırılmasıdır. Uşağın yaşını elə bir nəzərə almaq, seçim vermək, uşağın öyrənmə tərzini nəzərə almaq, sonra diaqnostik qiymətləndirmə də bura aiddir. Yəni müxtəlifliyini nəzərə almaq. Onların elə bir marağını nəzərə alaraq iş üsulu, iş formasını seçmək. Bəs deyirəm ki, dərsləri bir-biri ilə əlaqələndirmirəm. Hansı prinsip pozulub? İnteqrativlik prinsipi pozulub. Tələb yönümlülük nədir müəllimə? Tələb yönümlülük elə bir tələbləri, müasir tələbləri nəzərə almaqdır, dövrlə ayaqlaşmaqdır. Belə müəllimə. İnformasiya, kommunikasiya texnologiyalarından, yəni bunlarla məşğələ keçməkdir. Bəli, bəli. İKT-yə. Bəs müəllimə, məktəbəqədər təhsilin vəzifələrinə nələr daxildir? Məktəbəqədər təhsilin vəzifələri 8 vəzifəsi var idi deyəsən. Uşaq şəxsiyyətinin formalaşdırılması, müəllim, bunları deyirsiniz? Bəli, bəli. Aha, hə. Fiziki və psixi mənəvi sağlamlığın qorunmasıdır. Sonra sosial pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi uşağın inkişaf etdirilməsidir. Təhsilin bazı komponentləri əsasında sosiallaşma tələbatının yaradılmasıdır. Sonra özünə, ailəsinə, vətəninə məhəbbət, Azərbaycan xalqının digər xalqların milli, mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etməkdir. Sonra uşağın ehtiyaclarının müəyyən edilməsi və
inklüziv təhsillə əlaqədar xidmətlərin göstərilməsidir. Bilmirəm hansını saydım yoxsa yox. Düz qeyd elədiniz. Ola bilər qarışdırırım. Bəs müəllimə, VAKO-dan hansı prinsipdə istifadə edirik? VAKO-dan tələb yönümlükdə müəllimə yoxsa? Yox, müəllimə. VAKO nədir? Uşaq Açıqlamasın. Bəli, uşaq yönümlük. VAKO nədir? Açıqlamasını qeyd eləyə bilərsiniz? VAKO vizualdır və yəni bəli, gözümüzlə görə bildiyimiz. Audial eşidərəkdir. Kinestetik, yəni toxunaraqdır. O da ki oxuyaraq, yəni. Yəni oxuyub yazma bir növ savad təlimi ilə əlaqəlidir. Kinestetik də yəni hərəkətlilik deməkdir. Müəllimə, o məktəbə qədər deyirlər, aid deyil məktəbə qədərə. VAKO-nun olsun. Savad təlimi ilə əlaqəlidir müəllimə. Oxuyub yazma. Yəni əsasən savad təlimdə 5-6 yaşda formalaşır ona görə. Yuxarı yaşlara aid. Kiçik yaşda olmur. Çox sağ olun müəllimə. Sağ olun müəllimə. Daha sonra Novruz Sadıqzadə. Novruz yazılan müəllimə. Buradasınız. Salam müəllimə, axşamınız xeyir, hamınızı salamlayıram. Bəli, buradayam. İlk dəfədir qoşulmuşam. Adım Sadıqova Xətai. Xətai müəllimə, oxumusunuz mövzuları? Belə təkrar bilirəm də, sual-cavab eləyin, nə bilsəm deyərəm də. Yaş kateqoriyasına görə uşaqların sayı nə qədərdir qruplar üzrə? Yaş kateqoriyasına görə o kiçik qruplarda 10-15, böyük qruplarda da 20. Kim qeyd edə bilər? Deyim müəllimə. Buyurun. 1-2 yaşda 10 uşaq, 2-3 yaşda 15 uşaq, 3-4 yaşda 20 uşaq, 4-5 yaşda 20 uşaq, 5-6 yaşda da 20 uşaq. Bəs müxtəlif yaş üzrə necə idi müəllimə? Müxtəlif yaş üzrə erkən uşaqlıq, yəni birinci kiçik, ikinci kiçik, 10 uşaq, bəli, 1-3 yaşa qədər, bəli, 10 uşaq, 3-4, 4-5, 5-6-da 15 uşaq. Bəli, yəni 1-3-də 10 uşaq, 3-6-da 15. Bəli, 3-6-da 15 uşaq, bəli. Bəs Xətai müəllimə, siz mənə qeyd edin. Deyirəm ki, məktəbə qədər təhsilin vəzifəsində 4 hazırlıq növü əks olmuşdu. Hansıları idi? Məktəbə qədər təhsilin vəzifəsində, məsələn, uşaqlar təhsil alanları... 4 hazırlıq var idi, müəllimə. Məktəbə qədər hazırlıq. Fiziki hazırlıq falan var, onu deyir. Fiziki hazırlıq, məsəl üçün, uşaqları sağlam qida ilə təmin etmək, onların fiziki və zorakılıqdan qorumaq. Fiziki hazırlıq, daha sonra şəxsiyyət yönümlü hazırlıq, sosial hazırlıq və intellektual hazırlıq. Deyirəm ki, tərbiyəçi müəllim bir növ digər millətlərdən olan uşaqlara hörmətlə yanaşır. Hansı hazırlıq formalaşıb? Ayrı seçkiliyə yol vermir də, dünyəvilik. Hazırlıq, müəllimə, hazırlıq. Müəlliməm, bunlar deyim mən. Buyurun. Sosial hazırlıq, sosial. Bəli, sosial hazırlıq. Bəs müəllimə, məktəbə qədər təhsilin məqsədinə nə daxildir? 3 əsas məqsədimiz var idi. Məktəbə qədər təhsilin məqsədi uşaqları psixoloji və fiziki zorakılıqdan qorumaq. Düz demirsiniz. Yaxşı müəllimə, çox sağ olun. Çox sağ olun. Daha sonra Çiçək müəllimə. Çiçək Əhmədova. Siz mənə qeyd edin müəllimə, məktəbə qədər təhsilin məqsədinə nələr daxildir? Məqsədi müəllimə, mən də bilmirəm, yadımda qalmışsınız. Məktəbə qədər təhsil sahəsində uşaqların hüquqlarını təmin etmək,
Daha sonra məktəbə qədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, bir də məktəbə qədər təhsilin müasir tələblərə, standartlara uyğun fəaliyyətini təşkil etmək. Bəs Çiçək müəllimə, deyirəm ki, uşaq dairə ilə ovalı fərqləndirirsə, hansı hazırlıq inkişaf edir, formalaşır? Yazılır. Necə? Yazılır da intellektual. Bəli. Bəs müəllimə, deyirəm ki, tərbiyəçi müəllim uşaqların potensialını nəzərə almır. Hansı prinsip pozulub? Uşaq yönümlülük. Tərbiyəçi müəllim dərsi sadədən mürəkkəbə doğru keçirsə, hansı prinsip formalaşır? Varislik prinsip. Bəli, varislik. Bəs müəllimə, məktəbə qədər təhsil sahəsində bir növ dövlət siyasətinin əsas prinsipləri vardı. Bura nələr daxil idi? Məktəbə qədər təhsilin dövlət siyasətinin əsas prinsipləri. Məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri məktəbə qədər bərabər imkanların yaradılmasıdır. Məktəbə qədər təhsil və ibtidai təhsil tərbiyənin məqsədyönlü inteqrasiyasıdır. Məktəbə qədər təhsil sahəsində uşaqların sağlamlığının qurulmasıdır. Psixoloji və fiziki inkişafının təmin edilməsidir. Təhsilin qanuna uyğun olaraq könüllülüyüdür. Sonra sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə yəni cəlb olunması təşkilidir. 5 yaşına çatmış uşaqlar üçün məktəbə hazırlığın zəruriliyidir. Sonra necə idi? Yaxşı müəllimə, kifayətdir. Diaqnostik qiymətləndirmə, yəni ilkin qiymətləndirmə hansı prinsipdə yer alır? Hansı prinsipdə yer alır? Diaqnostik qiymətləndirmə. Uşaq yönümlülük. Bəli. İlkin uşaq yönümlülükdə. Bəs müəllimə, formativ qiymətləndirmə hansı prinsipdə yer alır? Formativ qiymətləndirmə? İnkişafın izlənilməsidir, yoxsa yekun hesabatdır müəllimə? İnkişafın izlənilməsi. İnkişafın izlənməsi, bəli. Yəni, inkişaf yönümlülük prinsipində. Bəli, inkişafın izlənməsidir. Bəs müəllimə, siz mənə qeyd edin nəyi? Deyirəm ki, məktəbə qədər təhsildə qiymətləndirmə, bu hansı belə deyək də, prinsipdə yer alır? İnkişaf yönümlülük. Bəs müəllimə, uşaq yönümlülük prinsipi ilə eynilik təşkil edən prinsip hansıdır digər prinsiplərdən? Uşaq yönümlülük fərqi. Bəli, diferensiallıq yəni. Diferensiyalaşma, bəli və fərqləşmə. Bəs müəllimə, məktəbə qədər təlim nədir? Məktəbə qədər təlim. Qanuni nümayəndələr kimlərdir müəllimə? Qanuni nümayəndələr uşaqların hüquqlarını və qanuna qoyulan qanuni nümayəndələr valideynlərdir. Sonra qəyyumluğa götürənlərdirlər. Bəli. Bəs belə deyək, övladının erkən yaşdan fiziki, psixi, intellektual inkişafına şərait yaratmaq kimin vəzifəsidir? Müəllimə, bir də təkrarlayın qurbanım. Deyirəm ki, müəllimə, övladının erkən yaşdan fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq. Valideynin hüququdur. Vəzifəsidir müəllimə, vəzifəsi. Vəzifəsidir. Bəs desəm ki, bir növ həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi və psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Təhsil almaq uşaqların hüququdur, təhsil verənlərin də vəzifəsidir. Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. Təhsil verənlərin hüququdur. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Təhsil verənlərin hüququdur, müəllimələrin hüququdur. Bəs uşaqların şərəf və ləyaqətinə hörmət etmək? Təhsil verənlərin vəzifəsidir. Bir növ uşaqların təlim, tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək. Təhsil verənlərin vəzifəsidir. Bəli. Təhsil alanların hüquq və maraqlarını müdafiə etmək. Təhsil alanların hüquq və necə dediniz onu müəllimə? Təhsil alanların hüquq və maraqlarını müdafiə etmək. Təhsil verənlərin vəzifəsidir. Yox.
Valideynin vəzifəsi. Valideynlərin, bəli, valideynlərin Hüququ müəllimə, hüququ. Aha, bəs övladı üçün məktəbə qədər təhsil müəssisəsi seçmək. O valideynlərin hüququdur. Aha, asudə vaxtın və istirahətin səmərəli təşkili. O təhsil alanların hüququdur. Aha, bəli. Bəs desəm ki, təhsil prosesinin təşkili və idarə olunmasında, daha sonra təhsil layihələrində iştirak etmək. Təhsil layihələrində iştirak etmək təhsil verənlərin vəzifəsidir. Hüququdur, hüququ. Bəs mükafatlandırılmaq və təltif olunmaq. Bu da hüquqdur. Müəllimələrin, təhsil verənlərin hüququdur. Bəli, çox sağ olun müəllimə. Siz sağ olun müəllimə. Yaxşı müəllimələr.